Nevzada Atatürk. Fəsilər. Fəsilər. Yaz fəslində qarlar əriyir, çayların suyu çoxalır. Heyvanlar qış yuxusundan oyanır. Ağaclar tumurcuqlayır, hər tərəfdə yaşıl otlar çıxır. Rəngarəng çiçəklər açır. Quşlar isti ölkələrdən Azərbaycana qayıdır. Günəş yeri daha çox isidir. Yazda həm də yağışlar yağır. Yağışdan sonra həşəratlar görünməyə başlayır. Baxın, parapizənlər. Yay fəsli ilin ən isti fəslidir. Yayda günəş parlaq olur və hava isti keçir. Uşaqlar yayda dənizə gedir, parkda oynayır və dondurma yeyirlər. Yay fəslində insanlar daha çox istirahət edir və təbiətdən zövq alırlar. Payız fəslində günlər qısalır, gecələr isə uzanır. Hava yavaş-yavaş soymağa başlayır. Tez-tez yağış yağır və külək əsir. Artıq nazik paltarlarımızı kənara qoyub, rəngli çəkmələrimizi, gödəkçələrimizi geyinmək və çətirimizi götürmək vaxtıdır. Payız ən bərəkətli fəsildir. Bağlarda dadlı almalar, armudlar, heyvalar və nar yetişir. Payız bizə vitamin dolu meyvələr bəxş edir. Ağacların yaşıl yarpaqları sarı, narıncı və qırmızı rəngə boyanır. Sonra isə bu yarpaqlar yerə tökülərək çoxlu xəzəl əmələ gətirir. Yarpaqların üzərində gəzərkən çıxan xış-xış səsi çox maraqlıdır. Qış fəslində göy üzündən yerə pambıq kimi yumşaq qar tanələri tökülür. Hər yer ağappaq olur və biz dostlarımızla birlikdə qardan adam düzəldə bilirik. Qışda hava çox soyuq olur. Bəzən hər tərəf buz bağlayır. Çölə çıxarkən qalın gödəkçələrimizi geyinməli, şərfimizi bağlamalı və əlcəklərimizi taxmalıyıq ki, soyuqdan qorunaq. Qış fəslində bəzi heyvanlar, məsələn aylar, bütün qışı yuvalarında yataraq keçirirlər. Buna qış yuxusu deyilir. Qışda günəş tez batır. Buna görə də günlər qısa, gecələr isə uzun olur. Qış fəsli evdə ailəmizlə isti çay içib, nağıllara qulaq asmaq üçün ən gözəl vaxtdır. Kanala abunə ol və videoları like et.